Salam əziz izləyicilər. 2 aprel 2025-ci il. Bu gün dünən mənim ad günüm idi. Birləşdirmişik. Bax. Ayaz müəllimin də ad günüdür. 50 yaş tamam olur. 50 yaşımız tamam olur 50 deyilən. yaşımız. Sən dedin də nə? Bu düşür. Bax. Sağ ol qardaşlar. Allah can sağlığı versin. Sərbər qardaşlar. 100 yaşasınlar. Sağlam Ümidvar yaşasınlar. qardaşlar. Sağlam yaşasınlar. Veren ömrü sağlam yaşasınlar. Gözəl çıldıran da ad günü. Uşaqlarımızla bir yerdə. Sağ olun, sağ olun. Təbrik eləyənlərin hər birinin Allah can sağlığı versin. Eləyən də eləməyən də. Çıldırandan hamısına dolu salamlar olsun. Ayazın düğünlerim 2 kat ad günüdür. Hayda. İki O kat bilsin deme. O bilsin. Orada. Qardaş təbrik edirəm. Çəkim onu ola. Sağlarına. Gel bura görüm ağır qardaş. Xeyirli olsun. Xeyirli olsun. Ayaz qardaş da pikap alıb. Günümün hədiyyəsidir. Gel bura. Gel bura bax. Ad günümün hədiyyəsidir. Ağa, xeyir işlərə sürəsə. Sağ olun, var olun. Allah Taala həmişə can sağlığı versin sənə. Sağ olun, var olun. Gözəl. Sağ olun. Gel bura. Əziz izləyicilər, onu da nəzərinizə çatdırım ki, bax bunlar Sərbər qardaşdır, Zaurdur. Ondan sonra Ümidvar qardaşdır. Üzümü bərkədir, Ayazdır. Bunlar da mənim atamla bir yerdə döyüş yoldaşlarıdır. Bax bu, Allah rəhmət eylesin. bax bu çıldıran kəndində, Şəhidlərimize Allah rahmet eylesin. amin. Cancavar kimi kişiydi. Cancavar kimi kişiydi. Allah Çıldıran kəndində o qədər kəşfiyyatda olublar, bax buraları qarış tanıyırlar. Siftə 92'de bak bu eve girmişim. Bak bu eve gelmişim. Bax, bu evdə olmuş. Allah şəhidlərimizə rəhmət eləsin, sizə də can sağlığı versin. Vallahi çox sağ olun, var olun. Bugünkü Çoxdan gündə arzumuz idi ki, çıldıranda yaşayaq. Bu bizim Allah arzularımız. şəhidlərimizə rəhmət eylesin. Amin. Arzuları 5-6 adam yerdə ixtirası oldu. Çox adam. Sağ ol, adam. Sən də ad günümü təbrik edirik. sağ ol. Çıldıran kəndi bu təbii ayrı şeydir, təbii çəkiliş ayrı şeydir. Allah haqqı. Mənalı bir ömür versin. Amin. Var olun. Deyir gözü amma nə versən onu Allah mənalı versin. dövlətimizi qorusun. Var ya, deyir, 100 yıl maydan kimi yaşamaktansa 1 yıl köhlen kimi yaşa. Şimdi Allah size köhlenin ömrünü versin. Sağ olun. Hem de yaşayışın versin. Allah bizim dövlətimizi var eləsin. Əskərlərimizi var eləsin. Şəhidlərimizə bir daha qəni rəhmət eləsin ki, onların bax şücaəti nəticəsində qanları, canları bağısında bax bizim torpaqlarımız işğaldan azad oldu. Allah dövlətimizi qorusun. Var olsun dövlətimiz. Cənab Prezidentimizin siyasəti nəticəsində dəmir yumruğun nəticəsində rəhbərliyi ilə Qarabağımız azad olundu. Biz də gəlmişik, ad günü keçirdik gözümüzə. Var olasınız əziz izləyicilər.